Salam, hər vaxtınız xeyir olsun. Bugün gəlmişik Coventry qəbristanlığına. Görək burada nə deyim, necə başa salım. Qəbristanlıq mədəniyyəti necə? Nə gülürsən qəbristanlıqda? Gülmə. Nəysə, gəlmişik burada qəbristanlığa çəkək, baxaq görək, özümüzə tanış olaq. Fərqli mədəniyyətlərdir, fərqli qəbir stilləridir. Mən həqiqətən çox maraqlıdır, ona görə bunu sizinlə də bölüşüm. Görək. Coventry şəhərinin sakit və yaşıl bir güşəsində Axo Paradise Student Village'in bir addımlığında 100 illik bir tarix yatır. Bu yer London Road Cemetery'dir. 1847-ci ildə məşhur landşaft memarı olan Joseph Paxton tərəfindən dizayn edilən bu qəbristanlıq təkcə dəfn yeri deyil, həm də tarixi və memarlıq baxımından əhəmiyyətli bir məkan sayılır. Buranın yolları, ağaclarla bəzədilmiş xiyabanları və abidələri insanı lap keçmişə səyahətə çıxardır. 17 hektar sahəni əhatə edən qəbristanlıqda Viktoriya dövründən bu günə qədər uzanan saysız həyat hekayəsi yatır. London Road Cemetery 2-ci Dünya müharibəsində Coventry şəhərində edilən bombardıman zamanı zərər görsə də, bu gün də öz tarixi ruhunu qoruyub saxlamağı bacarır. Burada təkcə yerli sakinlər deyil, həm də müxtəlif dövrlərdə yaşamış əcnəbilərin məzarları yerləşir. Əgər səssizliyə qulaq asmaq, tarixlə baş-başa qalmaq istəyirsinizsə, bu yer tam sizin üçün. Hardasan Osman? Salam qəbristanlıqdan gül oğruyur. Baxın, tanıyın belə insanları. Burada maraqlı və fərqli qəbir tipləri var, stilləri var, belə deyim. Bunların hamısı haqqında araşdırıb deyəcəm. Bəziləri Amazondan vurublar, ona görə. Yaxşı, bəli. Estağfurullah. Hansı kimə aiddir? Məsələn, burada yazılıblar qısa məlumat. Bunu mən indi sizə məlumat olaraq deyəcəm. Basil Riley 1855-ci ildə İngiltərənin Lancashire bölgəsində anadan olub. O, Coventry şəhərinin tanınmış bir dərzi və geyim istehsalatçısı idi. 1881-ci ildə 10 kişi və 2 qadın işçi çalışdıran bir müəssisənin də sahibi olub. Həmçinin o Coventry'də fəaliyyət göstərən Raleigh Cycle Co. şirkətinin qurucularından biri olan Herbert John Raleigh'in də qaynı olub. Çox maraqlı və lazımlı bir məlumat. Joseph Wingrave 1800-cü illərdə Coventry'də yaşamış məşhur kimyaçı və fotoqraf idi. O, şəhərin ilk tarixi fotolarını çəkən şəxslərdən biri sayılır. 1897-ci ildə vəfat eləyib və London Road qəbristanlığında dəfn olunmuşdur. Onun fotoları indi də Coventry keçmişinə işıq tutur. Coventry şəhərinin sənaye tarixində mühüm rol oynamış John Cash və həyat yoldaşı Mary Cash 1846-cı ildə qardaşı Josephlə birlikdə G&G Cash ipək fabrikinin əsasını qoyurlar. Onların qurduğu müəssisə şəhərin ipək sənayesinin inkişafında çox önəmli rol oynayır. John və Mary Cash London Road qəbristanlığına dəfn olunub və onların irsi bu gün də yaşayır. $1944'te
İçeri bakın. Bunlar çok. Köhnələrdir. Ətrafda dağıdılmış qəbirlər çoxdur, dəhşət. Video çəkirəm, özünüz düzəldib paylaşarsınız. Elə çəkmə də, heç olmasa elə çək, belə çək də. Necə paylaşacağım? Yaxşı, get. Sən ömründə belə çəkən olmuyor. Nə oldu? Ki var, qaçır oradan. Dələ, Dələ? sincab. Sincab dələ. Təzə sözlər öyrənirəm. Belkadır, belka. Sən bu arada dələ dedin nə olar, hə? Sizə çox şiram ha, nə var, fikir ver ona. Hə. Siz də görün. Möhtəşəm telefonumla yaxınlaşdım. Ana o. Borsu gəzməyinə bax oğlum. Şişib. Çox balaca görsən də, heç də olmaz. Bura Yəhudi qəbirstanlığıdır. Yəni qəbirstanlığın Yəhudilərə aid olan hissəsi. Buradan belə yuxarıya doğru davam edir. Bu ərazilər hamısı. Qəbir daşlarında da hamısında eyni simvolik yazılar. David G 1793-cü ildə Coventry'də doğulmuş, tanınmış ingilis rəssamıdır. O Lady Godiva və Lammas Day kimi mövzularda əsərlər yaradaraq şəhərin tarixi və mədəniyyətini sənətə çevirir. G həmçinin Holy Trinity kilsəsindəki Doom freskasının bərpasında da iştirak edib. 1872-ci ildə vəfat edən rəssam London Road qəbirstanlığında dəfn olunmuşdur. London Road qəbirstanlığında fərqli məzar tipləri görmək mümkündür. Yəni bəziləri üzərində İsa peyğəmbərin heykəli, bəzilərində isə Məryəm ana ilə simvolizə edilib. Bu simvollar mərhumun dini inancını və ailəsinin ona verdiyi dəyəri də göstərir. Böyük və detallı hazırlanan məzarlar adətən zəngin ailələrə aid olur. Sadə daşlar isə daha təvazökar və normal həyat tərzi yaşayan insanlara aiddir. Hər bir məzar bir həyat hekayəsindən əslində danışır. Bəlkə belə murta belə eləyək. Rəsmdə. Oba! Qaxta ağacı. Oba! Bu videoluqda bu qədər. Sizi çox yormaq istəmədim. Yəni çox çəkib danışması bir şey də yoxdur əslində. Sadəcə qısa bir tur kimi istədim. Siz də görərsiniz buranı. Videonu bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik. Dolls full of pins, pierce my heart straight through. I got issues in my head, I like you in my bed, but you keep me on red. Oh.